Hoş gördük əziz futbol həvəskarları. Biz oyunun ikinci hissəsinə bağlanmışıq. Birinci hissədə hesab açılmadı. Görək ikinci hissədə nələr baş verəcək və ikinci hissədə başladı. Azərbaycan 2-ci liqasının bağlanış oynadı. Xankəndi Şəmkir dueli. Keçən tur Qaradağ Lətbəkanla oyundan sonra Vüqar Nadirov Şəmkir komandası ilə yollarını ayırdı. Görək Şəmkir komandasını hansı baş məşqçi çalışdıracaq? Yağış da yağır yaman. Neftçi futbol mərkəzindəyik. Out Xankəndinindir. 46-cı dəqiqə gelir və top meydanı tərk edir. Out Xankəndinindir. Xankəndi komandasının da baş məşqçisi İbrahim Uzunca. Azərbaycan derbisində görək hansı komanda qələbəyə sevinəcək. Azərbaycan derbisində qayda pozulur. Oyunun 47-ci dəqiqəsi başlayır artıq. Oyunun artıq 2-1 hissəsi geridə qalmaq üzrədir. Və deyəsən küncdən zərbə olacaq. Meydan sahibləri küncdən zərbə vurmalıdır. Oyunun artıq 2-1 hissəsi geridə qalmaq üzrədir. Xankəndi Şəmkir duelində. Və qopçu bəxti gətirir Şəmkirin. Artıq ikinci hissədə Xankəndinin ilk təhlükəli zərbəsini izlədik qapıya. Bunun davamı gəlsin. Birinci hissədə hər iki komanda fəal olsa da hesab açılmadı. Görək indi ikinci hissədə nələr baş verəcək. Birinci hissədə ən çox Şəmkir komandası diktə eləyən tərəf oldu. Xankəndinin qapısına 48-ci dəqiqə gelir. Və indi Şəmkir əks hücuma gelir. Riskli hərəkətlər. Yerdə qalan oyunçular amma ayağa durur və növbəti dəfə yerdə qalan oyunçular artıq ayağa dururlar onlar da. Və qayda pozulur. Sərbəst atış olacaq. Baroqçu sərbəst atış oldu amma paslaşmaqla oldu. 48-ci dəqiqə yekunlaşır. Neftçi futbol mərkəzində. Artıq 49-cu dəqiqə başlayır və out Xankəndinindir. Futbolçu az qala zədələnə bilərdi belə vəziyyətdə. Hələ pressing. Doqquzuncu dəqiqə yekunlaşır. İkinci hissəni artıq 2-1 hissəni geridə qoymuşuq.
Aha, Xankəndi indi topa nəzarəti ələ keçirir. Mikrofon arxasında da mənəm, Dəmirov, Hüseyn ağa. Artıq 50-ci dəqiqə başlayır. Və